Hər birinizə salam əziz izləyicilər. Bu gün 21-12-ci ay 2025 tarixində keçirilmiş olan mövzu sınav 2 imtahanının informatika mövzusunun suallarının izahlarına baxırıq. Gəlin vaxt itirmədən başlayaq birinci sualımızdan. Deyir, cəminin ikili sayı sistemi təsvirini müəyyən edin. Aha, bu sualı iki üsulla həll edə bilərik. Yəni iki rahat üsulla. Nə edə bilərik? Ya hər tərəf onluğa keçib cəmləyib sonra ikiliyə qaytaraq, ya da ki, hamısını ikilikdə ifadə edib alt-balt cəmləyərik. Baxın, əslində dörtlük sayı sistemindən ikilik sayı sistemə birbaşa keçid var. 16-dan ikiliyə olduğu kimi. Əgər onu bilmirsinizsə, onluğa keçib oradan da ikiliyə keçə bilərsiniz. İndi mən birbaşa keçiddən istifadə edərək yazacağam. 1-i yazacağam 0-1 kimi, 0 yazacağım 0-0 kimi, 2-ni yazacağım 1-0, bu da 0-1 kimi bir geçsə qalacaq belə. Deməli 1-1, 3 dənə 0, yox hətta 4 dənə 0-1. Plus 16 sayı sistemi ikili sayı sistemə keçsəm 10 yazmaq istəyirəmsə bu 8-2-dir, 8-2. 5 yazmaq istəyirəmsə 4-dən 1-dir. 0-1, 0-1. Əla, olacaq nə? 0-1, 0-1, 1-0-1. Bu formada qaldı bir dənə bu. Bu da 1-1-0-1-1. Cəmləyirəm indi. Cəmlədim 2. İkilik sayı sistemində 2 yoxdur, 0 yazdım biatda. 1 ilə 1, 2 yox, biatda 3. İkilik sayı sistemində 3 yoxdur, 1 yazıram biatda. Biatda yazdım. 1 ilə 1 cəmlədim, 0 yazdım biatda. 1 ilə 1 cəmlədim 2, o da 1, 3. 1 yazıram biatda. Yenə 0 yazıram biatda. Yenə 1 yazıram biatda. Biatda da yazdım. 1-1, 1-1-0. 1-0, 1-1-0. Cavabım oldu 61-ci sualda A variantı. Baxaq 62-ci sualımıza. Alqoritm fraqmentin yerinə yetirməsi nəticəsində çıxışı 38 qiyməti. Bu olubsa 38, deməli A plus 2B olub 32. 32. Bu 32 olubsa, gəlin rəngin görünən rəng edək. Aha. 32 olubsa, onda B-nin yerinə B minus A-nı qoyuram. A plus B minus A vurulsun 2. Bu olub 32. Açanda bunu olur nə? A plus 2B minus 2A bərabərdir 32-yə. A-nın yerinə 18 qoysam, 2B minus 18 bərabərdir 32-yə. B də bərabərdir neçəyə? 40, 50, 25-ə. Cavabım oldu 62-ci sualda A variantı. Baxaq 63-cü sualımıza. Vektor qrafik redaktorlarını müəyyən edin. Deməli, Paint gördüm, attım. Paint gördüm, attım. Cavabım elə olacaq. C variantı. Burada da Word-ü gördüm, attım. Paint-i, Linux-u gördüm, attım. 63-cü sualda cavabım oldu C variantı. Baxaq 64-cü sualımıza. Reklam üçün hazırlanmış qrafik təsvirin ölçüləri. Deməli, 40960 vurulsun 2560-dır. 40960-ı 10 vurulsun 4096, yəni 10 vurulsun 212 kimi yazıram. 2560-da 208 vurulsun 10 kimi yazıram. Təsvirin rəng palitrasında 256 dənə rəng salları varsa, deməli hər bir pikselin həcmi 8 bitdir və yaxud 1 baytda deyə bilərik. Mən 1 bayt kimi qeyd elədim, həcmini tapdım. İndi nəyi soruşur bizə? Megabaytla soruşur. Baytdan megabayta 220-yə böləcəm. 220-yə böldüm, qaldı 100 MB. Cavabım olacaq D variantı 64-cü sualımız üçün. Baxaq 65-ci sualımıza. Alqoritm fraqmentin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. Eləyək. Deməli, dövr daxilində A dəyişir, B dəyişir, C dəyişir. 35, 0, 3. A böyüdü 5 şərti ödəndiyi müddətcə bu 4 vahid artır, bu 4 vahid azalır, bu 4 vahid azalır, bu 4 vahid artır, bu daha qədər artır. Oldu 31, 4, 34. Sonra 27, 8, 61. Sonra 23, 12, 84. Sonra 19, 16, 90, 103. Sonra bu 4 vahid azaldı, oldu 15, 20, 118.
dayandı çünki A böyükdür 5 şərti pozuldu. Çıxışa 118 verildi. Cavabım oldu C variantı 65-ci sual üçün. Baxaq 66-cı sualımıza. Gəlin baxaq. Deməli, sözündəki hər bir simvol əlifbada özündə müəyyən mövqe məsafədə yerləşən simvolların əvəzləri verilmiş simvollardakı bunun hansı bu sözün şifridir. Başlayaq A variantından. Deməli, S-dən V-yə gəlib 1, 2, 3, 4, 5. Aha. Y-dən H-a gəlib 1, 2, 3, 4, 5. Düzdür. Q-dən N-ə gəlib 1, 2, 3 səhvdir getdi işinə. Sonra S-dən C-yə gəlib 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha. K-ya gəlib Y-dən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdür. Deməli, Q-dən T-yə gəlib 2, 2, 4, 5, 6, 7, 8, 9, 10. Düzdür. Y-yə gəlib nəydən? U-dan 2, 2, 4, 5, 6, 7, 8, 9, 10. Düzdür. K-nı yoxlamışdıq. Düz idi. Sonra N-dan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdür. N-nı yoxlayaq. Sonuncu C-dən I-ya 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düppədüzdür. Cavabım oldu 66-cı sualda B variantı. Baxaq 67-ci sualımıza. Alqoritm fraqmentinin icrası zamanı girişə n böyükdür 3 şərtini ödəyən n ədədi verildikdə elsəvər ifadəsi neçə dəfə çıxışa verirlər? Baxaq görək hansı hallarda elsəvər ifadəsi çıxışa verilir. Demək, i-nin qiyməti 2-dən başlayır, hər dəfə bir vahid artır, n-ə kimi dəyişir. Yəni i-nin qiyməti 2n parçasında dəyişir. 2n parçasındakı ədədlər olur. Hansı qiymətləri üçün ekrana elsəvər çıxışa verilir? 3-dən böyük, yəni 4-dən n-ə kimi olan qiymətləri üçün ekrana elsəvər ifadəsi çapa verilir. 4n parçasındakı ədədlər üçün. 4n parçasında da n-3 dənə ədəd var. Yəni bunun neçədən başladığı əslində bizə maraqlı olmadı. Yəni 4-dən böyük bir ədəddən başlasaydı onda maraqlı olardı. n-3 dəfə elsəvər ifadəsi çap olunacaq. Keçək növbəti sualımıza. Girişə verilmiş n sayda natural ədədin ən böyüyünə bərabər olan ədədlərin sayının tapılması üçün qurulmuş alqoritm blok sxemində sual 1, sual 2 işarələrin yerinə uyğun olaraq nə yazılmalıdır? Ən böyüyə bərabər olanları sayın. Fikir verin, ən böyük ilk qabağına çıxan ən böyük olaraq götürüb, həm də sayı başladıb 1-dən. Ən böyük dəyişəndə ən böyük dəyişir, bir də sayı təzədən başlatmalıdır 1-dən. Yox, ən böyük qabağıma çıxan ədəd ən böyükdən böyük olmasa, ən böyüyə bərabər olma halı var. Bunu yoxlayacağam. Əgər maksimuma bərabərdirsə, onda da sayı artıracağam. Deməli, S1 A-ya da mənimsə demir, cavabım olacaq 68-ci sual üçün Y variantı. Baxaq 69-cu sualımıza. Qraf və bu qrafın çəkim adresini əsasən A və B məntəqələrini birləşdirən til ilə G və C məntəqələrini birləşdirən tilin uzunluqları cəmini müəyyən edin. Əla. AB-ni bura x deyə, bura y-dir. AB-dən GC-ni soruşur. Baxın, əslində bu çox sadə sualdır. Niyə? Çünki 2 dənə bizdə bir tillik, bir til olan təpə var. Biri G-dir, biri B-dir. Yəni biri M3-dür, biri M6-dır. Başqa yoxdur. Ya M6B-dir, M3G, ya da əksinə M6G-dir, M3B. Mənim üçün fərqi olmayacaq. Ya bu tilin uzunluğu 8-dir, bu 4-dür. 4, 8. Ya da əksinə bu 4-dür, bu 8-dir. Hər iki halda fərqi yoxdur. Mənə cəmi lazımdır deyə. Hər iki halda cəmi 12 olacaq. Cavabım 69-cu sualda olacaq A variantı. Baxıram növbəti sualıma, 70-ci sualıma. Windows əməliyyat sistemində mümkün fayl adını müəyyən edin. Aha, sual işarəsi olmaz, getdi. Slash olmaz, getdi. Qoşa nöqtə slash olmaz, getdi. Böyük kiçik işarələri olmaz. Qaldı cavabım C variantı 70-ci sualda. 71-ci suala baxaq. Bir klasterin 4 KB olduğu diskdəki fayllar və onların informasiya həcmləri verilmişdir. Cədvələ əsasən səs fayllarının ümumilikdə neçə KB yer tutur? Səs faylları WAV, AUR. 2 dənə səs faylımız var burada. 19 KB-dırsa 4 KB-lı klasterlərdən 5 dənəsi bəs eləyəcək, 20 KB yer tutacaq diskdən. Bu da 15 KB-dırsa 4 dənə 4 KB-lı klaster bəs eləyəcək, 16 KB yer tutacaq. Ümumilikdə kiçik bir yerdə 36 KB yer aparacaq. Cavabım 71-ci sualda olacaq C variantı. Baxaq 72-ci sualımıza. Hər hansı bir alt qovluqda emirli textli faylı saxlanmışdır. Həmin faylı bu qovluqda yaradılmış alt qovluğa daşıdıqdan sonra faylın tam adı belə olur. Deməli, əvvəl arraying demiş, arraying anka yaradıblar, atıblar emirliyi ora. Əla.
Yer dəyişməyə qədər failin tam yolu necə idi? C user array emirli. C users array hardadır görmürəm. C user array emirli text. Cavabım olacaq 72-ci sualda B variantı. Keçdik 73-cü sualımıza. Çəkim matrisinə əsasən A və D təpələri arasındakı ən qısa yolu müəyyən edin. A təpəsindən D təpəsinə. Gəlin baxaq. Deməli, A təpəsindən var B-yə, C-yə, Y-yə, F-ə. 4, 6, 8, 7. Sonra B təpəsindən var A-ya ehtiyac yoxdur, C-yə var, B-dən C-yə, B-dən D-yə var, bir də B-dən F-ə var. B-dən F-ə. Oldu nə? 3, 5, 3, 3, 5, 3. A-dan C-yə 4, 3, 7 ilə gəlməkdən sonra birbaşa 6 ilə gələrəm. A-dan D-yə gələ bildim. D-yə soruşur. Neçə ilə? 9 ilə. Hələ ki, ən qısa yolum 9-dur. İndi davam edək. A-dan F-ə 7 ilə gəldim. Buradan da 7 ilə gəldim. Hər ikisi mənə üçün ödəyir deyə birindən davam eləməyə mənə kifayət eləyir. Hər ikisini aparmağa ehtiyac yoxdur. Gəlin davam edək indi. A-dan C-yə gəlmişəm. C-dən haralar gedə bilərəm? A-ya gedə bilərəm, B-yə gedə bilərəm. B-yə getdim. Sonra B-yə neçə ilə getdim? 3-dən sonra D-yə gedə bilərəm, Y-yə gedə bilərəm. Y-yə də 2 ilə. 6, 7, 8, onsuz belə 8 ilə gələ bildim. Bura atdım qırağa. 6, 7, 8, 8 ilə hələ ki gələ bildim. Bu 9-luğu atdım qırağa. 6, 3, 9, 8-i keçir deyə mən bura davam etmək mənasız olar. Sonra A-dan Y-yə gəlmişdim 8 ilə. Amma elə mən 8 ilə birbaşa gəlmişəm də A-dan D-yə. Buradan davam eləməyin mənasız olar. Deməli, F-ə gəlmişəm nə ilə? 7 ilə. 7 istənilən halda F-dən hara gedirəm deyirəm. 8-i keçəcək. 8-dən böyük olacaq. Ona görə mən 73-cü sualımda cavabım belə D variantı olacaq. Keçək növbəti sualımıza. İnformasiya qəbul edən şəxsi üçün başa düşülən olması hansı hadisədə özünü əks etdirir? Anlaşıqlılıq hadisəsidir bu. Keçək növbəti sualımıza. Alqoritm fraqmentinin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. Deyən baxaq. Deməli, B-yə mənimsədir nə? B minus A. Yəni 42 minus 21 olacaq elə 21. A böyükdür B-dən? Yox. Getdi yox tərəfin. A bərabərdir B-yə? Hə. B-yə mənimsə B deməli nəsə oldu? 49. B oldu 49. 21 plus 49, 60, 70. Cavabım olacaq C variantı 75-ci sualda. Tətbiqi proqramlara aid olanı müəyyən edin. Baxaq. Tətbiqi proqramlar bizim istifadəmiz üçün olan proqramlar idi. Mən A variantını atdım. WinZip-i görən kimi verilənlər bazasının Access, Macros əməliyyat sistemlərinə aid də atdım. Linux əməliyyat sistemi də atdım. MS-DOS əməliyyat sistemi də atdım. Qaldı bir dənə Y variantı. Bunlar hamısı tətbiqi proqramdır. Cavabım oldu 76-cı sualda Y variantı. Baxıram 77-ci suala. Nədir? Alqoritm fraqmentin yerinə yetirməsi nəticəsində çıxışa 500 qiyməti verilmişdirsə. Bu 500 olub. Aha. Girişə verilmiş qiyməti müəyyən edin. Yaxşı, eləyək. Deməli, A plus B 500 olub, düzdür? Aha. A-nın qiymətini bilmirəm. B 2 halda olub. Ya B minus 15 olub, yəni 217 minus 15 olub. 217-dən də 15 çıxanda 202 olur. 202 bərabər olub 500-ə. Amma bu tərəfdən gəlibsə də, eyni zamanda A böyükçü B şərti ödəməyib. A kiçik bərabər olub B-dən. Əla. Plus bu birinci alım. İkinci alımda A plus 217 plus 35. 217 plus 35 də eləyəcək. 240, 252, 252. Bu da 500 olub. Burada da A böyükdür B şərti ödəməlidir. Əla. İndi gəlin baxaq. Deməli, buradan hesablayıb A-nı tapanda A bərabərdir 300 minus 2, 300-dən də 2 çıxanda 298. 298 kiçik bərabərdirmi 217-dən, yəni B-nin ilkin qiymətindən? Yox, ona görə bu ödəməyəcək. Digərinə də baxaq.
A bərabər olacaq nəyə? 300 minus 52, 250 minus 248, 248. A böyükdür B. Hə. Deməli cavabım olacaq 248. Yəni bu şərti də ödəməlidir. Yəni B-nin için, yəni A B-dən böyük oldu mu 248 böyükdür. Amma burada A-nı 298 tapmışdıq. Yoxa getmişsə kiçik bərabər olmalı idi, ödəmə. Cavabım oldu 248. Yəni neçənci sual? 77-ci sualda B variantı. Baxıram 78-ci sualımıza. 9-luq say sistemindəki təsviri 8, 7, 6 olan ədədin üçlük say sistemindəki təsvirini müəyyən edin. Yenə bunu da 10-luğa keçib üçlüyə keçmək olar, amma mən 8, 7, 6-nı 9-luq say sistemindən birbaşa üçlük say sisteminə keçəcəm. Heç belə. Deməli. Altı yazmaq istəyirəmsə, bu 2 dənə 3-dür, 2, 0 olacaq. 7 yazmaq istəyirəmsə 2, 1 olacaq. 8 yazmaq istəyirəmsə 6, 2, 2 olacaq. Olacaq nə? 2, 2, 2, 1, 2, 0. 2, 2, 2, 1, 2, 0. Yenə də dediyim kimi, əgər birbaşa keçidi bilmiriksə 0, 1, 2 yazıb 8 vurulsun 9-un kvadratı plus 7 vur 8 9 üstü 1 plus 6 kimi bunu hesablayıb onluğa keçib sonra qüvvətlər şəklində göstərib gəlib keçə bilərik üçlük say sisteminə. Keçdik 79-a. İnformasiya uzun müddət yadda saxlamaq üçün istifadə olunan yaddaş qırğısını müəyyən edin. Burada USB portdur, CPU prosesorumuz, network interface kartdır, RAM. Uzun müddət yadda saxlamaq üçün deyil, daxili yaddaş qurğusu qaldı hard disk drive. 79-a cavabım oldu D variantı. Algoritm fraqmentinin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. Aha, gəlin baxaq. A minus B-nin kvadratı, yəni 64. 64-ün üstünə 2 gəldi, oldu 66. A ilə B-ni cəmlədi. 120, 130, o da 2-yə vurdu, 260. Cavabım oldu D variantı 80-ci sualımızda. Baxaq 81-ci sualımıza. Şagird Aydan, Gülyaz və Əsma buraxılış imtahanından 285, 287, 297 bal topladılar. Səxavət müəllimi onlardan neçə bal topladıqlarını soruşduqda, onlar aşağıdakı cavabları verdilər. Aydan 287 bal toplamamışam. Gülyaz 287 bal toplamışam. Əsma 285 bal toplamamışam. Şagirdlərdən yalnız birinin doğru söylədiyini bilərək Aydanın neçə bal topladığını müəyyən. Yalnız biri doğru söyləyib. Tutaq ki, Aydan doğru söyləyib, Gülyazla Əsma yalan deyib. Halları yoxlaya-yoxlaya gedək. Demək, Aydan doğru deyibsə, 287 bal toplamadığını deyir. 287 bal toplamayıbsa Aydan aha. Ya 285-dir, ya da 297-dir. Əla. Gülyaz yalan danışır. Deyir 287 bal toplamışam. Deməli toplamayıb. Deməli Gülyaz eynən Aydan kimi 285 ya da 297 bal toplayıb. Çünki toplamışam deyib yalan danışır. Əsma 285 bal toplamamışam. Deməli 285 bal toplayıb. Əsma 285 toplayıbsa, belə çıxır ki, toplamamışam deyir, yalan deyir, deməli toplayıb. Bunlar 285 ola bilməz. Bunların ikisində də 297 qaldı. Belə bir hal ola bilməz deyə. Deməli bu versiyamız bizim yanlış olacaq. Keçirəm Aydan deməli doğru danışa bilmir. Gülyaz doğru danışıb tutaq ki. Deməli Aydan deyir ki 287 bal toplamamışam. Yalan deyirsə deməli 287 toplayıb Aydan. Əla. Gülyaz doğru deyir. Deyir toplamışam 287. Aha, 287 bu da toplayıb, o da toplamış oldu. Ola bilər belə bir hal, ola bilmir. Ona görə deməli Gülyaz da doğru danışa bilmir. Qaldı bir dənə Əsmanın doğru danışdığı hal. O halı yoxlayaq. 287 toplamamışam. Əla, deməli 287 toplayıb.
287 bal toplamışam, yalan danışır deməli 287 toplamayıb, ya 285-dir, ya da 297-dir. Əsma deyir 285 bal toplanmamışam, deməli 285 toplanmayıbsa yerdə 287 çıxanda 297 qalıb, 297 toplayıb. Onda Gülyaz da 297 bal toplaya bilməz deyə Gülyaza da 285 bal qalır. Bizdən Aydanın nə qədər topladığını soruşur. 287 bal. Cavabım olacaq D variantı 81-ci sualımız üçün. Baxaq 82-ci sualımıza. Onluq say sistemində olan 88 vurulsun 16 üstü 5 ədədinin ikili say sistemindəki təsvirində olan bir simvolların sayı 0 simvolların sayından neçə dəfə az olduğunu müəyyən edin. 88. Belə yazaq bunu. 8 vurulsun 11 vurulsun 2 üstü 3. 16'yı da 2 üstü 4 kimi 2 üstü 20 olacaq. Bu oldu 11 vurulsun 2 üstü 23. Əla. 11'i ikilik say sistemində ifadə edib dalına 20 üstünə 0 atacağım. 11'in ikilik say sistemində ifadə edəndə ən böyük qüvvə 2 üstü 3 var içində. 8'i çıxartdım, yerdə qaldı 11, 10'luqdan keçirəm 2'liyə. Möhtərizəyə oxşamadı bu. 2 üstü 3 var. 8'i çıxartdım, qaldı 3. O da 2 üstü 1 ilə 2 üstü 0'dır. Yəni 2 üstü belə. İkilik say sistemində vurulsun 2 üstü 23. Yəni 1, 1, 1, 1, 0, 1, 1 dalında 23 dənə 0, 23, 24 dənə 0 simvolu var. 3 dənə 1 simvolu var. 8 dəfə az 1 simvolların sayı 0 simvolların sayından. Baxaq 83-cü sualımıza. Elektron nəşrin bir səhifəsində 16 sətir və hər sətirdə 32 simvol var. 2 üstü 4 sətir, 2 üstü 5 simvol. 1280 səhifəsi olan bu nəşrin 2048 simvollu 1280. 10 vurulsun 2 üstü 7 səhifəsi var. Aha. Bu nəşrin 2040 simvollu əlifba ilə kodlaşdırıldığını bilərik. Onun informasiyonun həcmi 2040 simvollu əlifbada kodlaşdırılıbsa 2040 2 üstü 11'dir. Bunun demək kodlaşdırılması üçün 11 bit lazımdır. Simvol sayını tapmaq üçün sətir vur, səhifə vur, sətir vur, səhifə vur, bir sətirdəki simvolların sayı. Tapdım, bu qədər simvolum var. Bu da vururam 11 bitə bir simvolun həcminə. Məndən 2 baytla soruşur deyə 2 üstü 13'ə böləcəm. Bunu keçəcəm 2 bayta. Aha. Deməli 2 üstü 7 vur, 2 üstü 4, 2 üstü 11, bu da 2 üstü 5, 2 üstü 16. Bunlar getdiyi yerdə burada nə qaldı? 2 üstü 3, yəni 8. 8 vur 11 oldu 88, o da 100, 880'in kübü. Cavabım oldu 83-cü sualda 880. Baxaq 84-cü sualımıza. Təsvirdəki adi qrafın qonşuluq matrixində olan sıfırların sayını müəyyən edin. Heç nə, təpələrin sayını kvadratından tellərin sayını kimisini çıxacağım, çünki bu adi qrafdır. 1, 2, 3, 4, 5. 25'dən çıxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Çıxıram 9 vur 2. Yəni 18'i. Bir dənə baxaq görək. Saymadığımız tel qalmadı. Yox. Deməli 25'dən 18, 15'dən 8 çıxdım. Bu da elədi 8. Cavabım oldu 84-cü sualda 8. Nəsə səhv elədi? 8 yox, daha doğrusu 7. 7. 15'dən 18 çıxanda 7. Sonra növbəti sualımız 85-ci sual. Avtomata rəqəmlərin müxtəlif 4 rəqəmli ədəd daxil edilir. Avtomat bu ədədi aşağıdakı ədədə qayda ilə çevirir. Aha. Deməli A, B, C, D formalı bir ədəddir. Birinci ikinciyə A-nı vurur B-yə, B-ni də vurur C-ni də vurur daha doğrusu D-yə. Və artan sıra ilə yazır 61, 6, 12 alır. Artan sıra ilə yazılıbsa 6, 12. Ən böyük və ən kiçik ədəd tapmağımızı istəyir. Demək 6, 12 almaq üçün, 6'yı almaq üçün 6 vur 1 və yaxud 3 vur 2 yaza bilərəm. 12 üçün 3 vur 4 və yaxud 6 vur 2 yaza bilərəm. İndi ən böyük ədədi almaq istəyirəmsə A-ya 6 verərəm. 6, 2 verə bilsəm, nə xoş 12 üçün. 6, 2 versəm, bu 12 elədirsə, bu 6 eləməlidir. 2-də istifadə eləmişəm.
6 da istifadə etmişəm. C ilə D-yə verəsi bir şey qalmadı. Bizə rəqəmlər müxtəlifdir baxı. Deməli mən 6 2 verə bilmədim. Yaxşı, bəs 6 1 versəm. 6 olsa, buna da 4 ilə 3 versəm, bu formada 6-nı istifadə elədim. Ən böyük ədədim olacaq 6 1 4 3. Ən kiçik ədədi tapmaq istəsəm, rəqəmlər müxtəlif şərti burada çox önəmlidir, diqqət edək. Ən kiçiyi tapmaq istəsəm, buna 1 versəm. 1 6 verə bilərəm. Buna da 3 ilə 4 verə bilərəm. Əla olar. Nə? 1 6 3 4 1 6 3 4 cəmləyəndə nə olacaq? Cəmlisi 7 7 7 7 7777 cavabım olacaq 7777. Keçək növbəti suala. Alqoritm fraqmentin yerinə yetirilməsi nəticəsində çıxışa 14 ədədi verilmişdirsə, girişə veriləcək n dəyişənin ən kiçik tam qiymətini müəyyən edin. Deməli, 14 verilib. Y 14 olubsa, 2-nin üstünə neçə dəfəsə 3 gəlib, 14 olub. Bu, 4 dəfə deməli 3 gəlib. Dövrün şərti 4 dəfə işləyib. N-in də üstünə 4 dəfə 4 gəlib. Böyüdü 68 olub. Bizdən nəyi soruşur? Ən kiçik qiymətini. N böyükdür 68-dən 16 çıxanda 58-dən 6 çıxanda 52. N böyükdür 52. Ödəyən ilk ədədimiz, ən kiçik ədədimiz olacaq 53. Cavabımız olacaq 86-cı sual üçün 53. Uyğunluğu müəyyən edin. Funksional klavişlər, xidməti klavişlər, kursorun idarə edilməsi klavişlər. Funksional klavişlər F1-dən F11-ə kimidir. Cavab oldu. 1-ə getdi Y. Xidməti klavişlər burada var. Altla Tab, A-la D. Kursorun idarə edilmə klavişlər N-lə Home, B-lə D. Yox, C yazacaqdım bura 2, A-C. Burada getdi B-lə D. Sonra baxaq növbəti sualımıza. Futbol oyunu üçün nəzərdə tutulmuş meydançanın sahəsi 6400 metrin kvadratından az və 10800 metrin kvadratından çox olduqda standartlara uyğun hesab edilmir. Meydançanın eni və uzunluğu metrlə girişə verildikdə enin və uzunluğunu istəyirəm. A, B. Gəlirəm sahəsini tapıram. S bərabərdir. S-ə mənimsətdim. A vurulsun B-in. Aha. Bizdən deyir 6400 metrin kvadratından az olduqda S kiçikdirsə 6400-dən. Bu şərt ödənsə standartlara uyğun deyil. Uyğun deyil çıxışa verdiyim. Yox, ödəndə 6400 metrin kvadratından böyük və yaxud bərabərdir. Burada bir dənə daha şərt yoxlamalıyam. Görürüm 10800 metrin kvadratından çox deyil, S böyük deyil 10800-dən. Böyüdürsə, burada da çıxışa verirəm ki, standartlara uyğun deyil. Yox, əgər bu şərtdə yoxa getsə, bu o deməkdir ki, 6400 metrin kvadratından çox, 10800 metrin kvadratından isə azdır. Bu halda mən çıxışa hə, yəni standartlara uyğundur mesajını verə bilərəm. Oldu bu 88-ci sualımızın həlli. Baxaq sonra 89-cu sualımıza. X-in girişə verilmiş həqiqi qiymətində Y bərabərdir funksiyasının qiymətini çıxışa verən alqoritm blok semi. X-i soruşdum. Əgər indi bunu hesablamamışdan əvvəl bilməliyəm ki, məxrəc sıfırdır, yoxsa yox. Bu soruşmalıyam. Çünki məxrəc sıfırdırsa həlli yoxdur. Deyirəm, x kvadratı minus 25 bərabərdirmi sıfıra? Əgər buna hə cavabı verilsə, mən burada çıxışa verəcəm ki, həlli yoxdur. Həlli yoxdur. Buna yox cavabı verilsə, rahatlıqla gəlib funksiyanın qiymətini hesablaya bilərəm. Gəlib deyərəm ki, y-ə mənimsədirəm 3x kvadratı plus x plus 5 bölünsün x kvadratı minus 25 minus 3. Sonra da y-i çıxışa verirəm, bitdi işim. Bu da oldu 89-cu sualımızın həlli. Baxaq indi 90-cı sualımıza. Girişə verilən n natural ədədinə əsasən cəmini çıxışa verən alqoritm blok sistemini qurun. Gəlin quraq. Deməli, nədir? Tək ədədlərin cəmidir. Əslində, bunu çox rahat üsulla həll edə bilərik. Ədədi silsilədən istifadə edərək. Tək ədədlərin cəmi elə n kvadratına bərabər olacaq. S-ə n kvadratını mənimsədərək sürətli şəkildə çıxışa verə bilərik. Amma gəlin, biz dövrü formada da göstərək. Dövrü formada göstərəsi olsaq, i-yə 1 dedim, S-ə dedim 0.
i kiçik bərabərdir n olduğu müddətcə davam edəcəm. Hər dəfəsində gələcəm s-in üzərinə əlavə edəcəm s plus 2 i-ni, yəni i1 olanda, daha doğrusu s plus 2 minus 1 yazaq. i1 olanda 1-i, 2 olanda 3-ü, 3 olanda 5-i bu formada davam eləyəcəm. i-nin də hər dəfə qiyməti bir vahid artacaq. Bu da dövrü formada həll olar bu sualın. Yoxunda da s-in qiymətini çıxışa verəcəm. S. Bu da oldu 90-cı sualımızın həlli. Sonuncu sualımız rahat suallar idi. Və bu qədər informatika hissəsi bitdi. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.